Amerikada məktəblərdə təsəvvür edin ki, az yaşlılara cinsi əlaqə zamanı qorunmağı belə öyrədirlər. Bu əxlaqsızlıq deyil, bu sadəcə məlumatlandırmaqdır. Belə deyim də, bir problemdən qaçmaqla problem həll olmur. Yəni biz bunu öyrətməsəydik məktəblərdə, bu problem həll olunmuş sayılmır onsuz da. Bu problem var. Sadəcə atalar, analar düşünür ki, bəs mənim uşağımda yox, mən belə tərbiyə eləməmişəm. Bizdə heç vaxt belə olmayıb. Gözləmədiyin yerdə sənin atanın xalası oğlu, bibisi nəvəsi və yaxud kimisə qonaq gəlir və o belə bir hərəkət edir və uşaq da qorxudan bunu heç vaxt demir və bu hadisə bu formada yaşanır. Və uşaq da onu bir travma ilə yaşayır və gələcəkdə buna böyük fəsadlar verir. Ailə həyatında, öz həyatında, öz cəmiyyətdə yerini tapmağı bu böyük fəsadlar verir. Bunu məktəblərdə bizdə təbliğ eləmirlər, bunu məktəblərdə öyrətmirlər. Bu çox önəmli faktordur. Ümumiyyətlə, seksual tanınma, insanların bir özlərini tanıması, cavanların özlərini seksual xarakterik olaraq tanıması bu önəmli məsələdir. Məktəblərdə düşünürəm ki, bununla bağlı Azərbaycanda ciddi tədbir görməlidirlər. Çünki bunun qabağını ancaq belə almaq olar. Biz buna baxanda düşünürük ki, bəs bizdə Avropadır, bizdə Amerikadır. Xeyr, bu insan bütün dünyada eynidir. İnsan xisləti deyim, insan xarakteri bütün dünyada eynidir. Sadəcə bütün dünyada buna qarşı tədbirlər görürlər. Bizdə buna qarşı tədbirlər görmürlər. Buna qarşı tədbir görülməsini istəyirəm. İstəyirəm ki, məktəblərdə bu mövzularda yayımlar olsun, ya belə deyim, video materiallar hazırlasınlar, slayd şovlar hazırlasınlar, hər nələrsə hazırlasınlar ki, uşaqları məlumatlandırsınlar. Onsuz da siz uşaqları heç bir halda cinsi istəkdən azad eləyə bilməzsiniz. Bu insan orqanizminə xarakterik bir istəkdir. İnsan orqanizminə lazım olan bir xüsusiyyətdir. Siz bunu ləğv eləyə bilməzsiniz. Siz bunun yolun göstərməlisiniz, düzgün yolun göstərməlisiniz. Belə deyim də, axan suyun qabağını nə qədər alsan, su çoxaldıqca, təzyiq artdıqca bəndi vurub yıxacaq. Və yaxud başqa cür deyim, sirkə nə qədər tünd olsa öz qabını çartdadar. Belə bir misal var bizdə. Yəni, onu demək istəyirəm ki, bu məsələ mütləq insanlara, uşaqlara təbliğ olunmalıdır, danışılmalıdır.